sevilən, hamımızın doğrudan da sevdiyi və bu dəqiqə meyxana aləmində düzdür, meyxana deyənlər çox var, amma Rəşad Dağlı məncə doğrudan da bir qəhrəman meyxana deyənlərdən. Rəşad Dağlı meyxanaya uşaq yaşından könül verən, sözün sehri ilə nəfəs alan bir sənətkar. Onun arzusu səhnə idi. O səhnə ki, bir gün onun səsi ilə dolub daşacaqdı. Vaxt gəldi, o meyxananın təkcə iştirakçısı yox, ən öndə gedənlərdən oldu. Baxırıq əyrini əyri, düzü düzlə görmürük. Qeyrilərinin necədir rəftarı bizlə görmürük. O sənətini ucaltdı, istedadı ilə heyran qoydu. Bugün o sənətkarın doğum günüdür. Ama bu süjet bir təbrik deyil, bu süjet bir ehtirafdır. Tamaşaçıların Rəşada, övladların ataya olan ehtirafı, sevgisi, dəyəri. Sən övladların üçün dağsan. Onlar yaxşı bilirlər ki, sənin gölgən onlara dirəkdir, arxa dayaqdır. Sensiz olmaz evladım dadı dünyada. Yoktur elə bir nəfər sənət hayata. Öyrətdim mənə mahir ol, sözü düz yaşa. Sən mənim ən böyük dayağım sana yatar. Həyat yıxacaq bala, amma ayağa qalxmaq bir mərdlidir, ləyaqətdir, insanın böyüklüyüdür. Ağlar ayaq istədi Rəşad, evladlarına görə narahat olma. Sən başımın tacı, hikmətli səsi, doğru yolu göstərən çırağım ata. Onlara sən öyrətdin ki, həyat çətinliklərlə dolu olsa da, ümid və əzm ilə hər sınağı aşa bilərlər. Çətin vəziyyətə düşsələr də, səhv eləsələr də, bir-birlərini qeyri-şərtsiz sevməyi, bir-birlərinə möhkəm sarılmağı da sən öyrətmisən. Övladların bilir ki, sən də onlarla fəxr edirsən. Sən mənim ən böyük dayağım sana yatar. Onlar da sənin arzularını həyata keçirmək üçün var gücləri ilə çalışır. Rəşad, sənin sənətin də özün kimi böyüdür. Sənin haqqında deyiləcək o qədər söz var ki, sənin dediyin kimi həyat hər zaman qafiyə kimi düz getmir. Bəlkə də bu sükut yeni bir başlanğıcın astanasıdır. Söz yenidən doğular, susqunluq bitər və səhnə yenidən səni dinləyər. O gələndən sonra qəm getdi, quruyub gözdəki nəm getdi. Bugün balaların sənə ad günün üçün hədiyyə almayıb. Çünki bilirlər ki, sənin üçün ən böyük hədiyyə onların alın təri, oxuduqları kitab, verdikləri sözdür. İndi övladların sənin sözünə sadiq qalıb, gecəni gündüzə qatıb o hədiyyəni hazırlayırlar. Rəşad, sənə veriləcək hədiyyə gözlə görünmür, amma ürəyə toxunur. Sən mənim ən böyük dayağım sana yatar. Ad günün mübarək, əsil ata, əsil dost, əsil yoldaş, əsil sənətkar. Çox gözəl insansan ki, həddən artıq çox sayda insanın qəlbinə yol tapa bilmisən. Allahın köməyi ilə əminik ki, əsərlərinlə qəlbləri yenidən sevindirəcək, bir çox insanın həyatına işıq saçacaq, düzgün istiqamətdə vasitəçi olacaq qızıl kimi sözlərinlə könülləri şad edəcəksən. Dəyərlimiz, əzizimiz Rəşad Dağlı, uca Allah həyatının hər anında sənə yeni uğurlar, gözəl sürprizlər, daxili rahatlıq və övladına adını qoyduğun Yusif Peyğəmbərin səbrini yetirsin. Mən sənə hisslərimi deyə bilmədim, heç özümdə